an dedim ki, çox çətindir. Müəllimlər çox qiymət kəsdirmir. Məncə TUS-mu, Almaniya mı? Artuda bal artımı olacaqmı? Siz heç nəsiniz, həkim falan deyilsiniz. Amma mən həkim. %100 daha yaxşı nəticə göstərir. Bunlar hələ yaxşı günlərinizdir. Sağ olun. Keçən dəfə bu tip videoya çox baxış gəlmişdi. Mən də həvəs elədim belə ikinci bir video daha çəkirəm. Belə deyim də, bu video sual-cavab videosudur dostlar. Xoş gördük hamınızı bir aydan sonra mənim YouTube kanalımda. Dedim ki, midtermdən sonra bir də sessiyanı atmayayım da, bari araya bir video atım ki, en azından izləyicilər desin ki, bura ancaq sən dərsini oxumağını izləməyə gəlməmişik. Düşünün ki, elə deyərsiniz. Neyse, videonun açılışı olduğu için biraz özümü qəribə aparıram, birazdan düzələcəm, narahat olmayın. Deməli, Instagramda hər dəfə sual-cavab açanda mənim cavablandıra bilmədiyim çox sual qalırdı. Ona görə yox ki, fenomenəm, ona görə ki, hər dəfə sizi maraqlandıran suallar verirsiniz və hamısı da çox vacib bildiyim suallardır. Üstəlik də, siz sual verirsiniz, sual çox səthi verirsiniz. Məsələn, səncə TUS-mu, Almaniya mı? Və o çox irdələnməsi lazım olan bir sualdır da. Yəni, ancaq TUS-mu, ancaq Almaniya mı? Bunu bir dəqiqəlik storydə mənim üçün izah etmək çox çətindir. Ona görə bir sualınıza 4-5 dənə story atıram və qalan suallar qalmış olur. Çünki mən çox story atanda spama düşmüş oluram. Ona görə dedim ki, uzun-uzun, rahat-rahat YouTube'da belə bir video çəkək. Mənə daha rahat olar, həm sizə daha rahat olar izləyəndə. Yenə başlıqlara böləcəm videonu. O şəkildə baxarıq. Deməli, sualları əslində iki böyük başlığa ayırmışam. Tiplə əlaqəli və tiplə əlaqəsi olmayan suallar. Tip və universitetlə əlaqəli sualları da yenə iki böyük başlığa ayırmışam. Universitetə qədərki və universitetdən sonrakıdır. Yəni, birinci universitetə qədərki suallarla başlayaq. Bu sualı əvvəl veriblər mənə və bu arada əvvəl açdığım sual-cavablardan da suallar əlavə eləmişəm, cavablandırmadığım. Dedim ki, onlar da aradan çıxmış olsun. Başlaya bilərik. Mən bu səhifədə inanılmaz çox, bu qədər çox olduğunu bilmirdim. Abituriyentlər izləyir və çoxu 7-8-ci sinif şagirdlərdir və o şagirdlərdən biri yazıb ki, özüm belə studiyada hiss edirəm. O şagirdlərdən biri yazıb ki, 14 yaşım var, cərrah olmaq arzum var. Dərs içində çətinliklər çəkirəm. Həm effektiv, həm motivasiya verən şəkildə rutin düzəltmək istəyirəm. Bir də hansı dərs materialları daha effektivdir? 14 yaş neçənci sinif uyğun gəlir bilmirəm. Çox yəqin ki 7 olmalıdır, uzağı 8. 8-də oxuyanda dərs oxumurdum. Həqiqətən oxumurdum və bu mənim evdəkilərin ən böyük problemim idi də. Çox çətin idi onlar üçün mənim dərs oxumamağım falan, nəysə. Çox çətin yox, daha da çox əsəbləşirdilər. Amma 14 yaşında bu qədər qətiyyətli olmanız çox gözəl bir şeydir. Yenə mənsiz yay tətili var. Mükəmməl bir şeydir. Onsuz da 8-i bitirirsinizsə 9 imtahanı verərsiniz. Ona görə Azərbaycan və riyaziyyat ingilisinizi inanılmaz möhkəmləndirməlisiniz. Çünki mən həmişə bunu deyirəm. Uşaqlar, buraxılış bir dəfədir. Yəni, buludda həmişə ikinci şansınız var. Və mən o bir aylıq müddətdə 100 bal artıran bir abituriyent tanıyıram. Deməli, eləmək mümkündür. Siz də eləyə bilərsiniz. Amma buraxılışı bir dəfə verirsən və buraxılış həqiqətən bizim bir müəllimimiz var idi, bunu həmişə deyirdi, buraxılış əlinizdə qızıl açardı. Həm səhv düz aparmır, həm də yəni, verəndən sonra daha çox vaxtın qalır. Ona görə buraxılışa yönələ bilərsən. Sinif kitablarını oxumağı tövsiyə edirəm. Çünki 8-ci sinifin daha artıq eləyə biləcəyi heç nə yoxdur. Sinif kitabları oxumağı tövsiyə edirəm. Riyaziyyatdan mümkünsə sinif testləri işləməyi tövsiyə edirəm. Çünki 4-cü qrupun əsası, yəni həqiqətən bazası riyaziyyatda durur. Mənim nə qədər tanışım var idi. Uşaq gətirib fizikanın uzun, çox çətin məsələlərini həll eləyir. Distur falan hər şey yazır, hər şey tanıdır, gətirir riyaziyyatında ilişir, bal gəlmir, kimyada eyni şəkildə. Bir də ki, motivasiya deyəndə ki, mən belə bir dəftərim var idi, zəif olduğum bölmələri yazırdım. Bu 9-cu sinifdən tutmuşdum və 11-ci sinifə qədər ora həmişə zəif olduğum bölmələrin adlarını yazırdım. Və oradakı çətin misalları ya da məni incidən misalları falan yazırdım. O bölmələrin üstündə çox işləyirdim. Bir də belə bir xasiyyətim var idi. Topluluda ulduzlu misalları və yaxud da ulduzlu olmayıb çətin olan misalları bir dəfə özüm yazanda toplum təkrar işləyirdi axı. İkinci dəfə bunu yazdığımı bilməyim üçün misalın qarşısına özümə not qoyurdum. Məsələn, bunu bir dəfə almısan. Ya da məsələn, həmişə getdiyim yol var, o yolla gedəndə cavab düz alınmır, misalın yanına yazırdım. Həmişə fikirləşdiyim kimi fikirləşmə. Bu şəkildə eləyirdim. Sonra
oradan buradan tibb oxumaq həqiqətən gəncliyi çiridir. Salam əleyküm. Uşaqlar, burada ancaq dərs faktları əsas rol oynamır. Mən düşünürəm ki, bu universiteti oxumaq üçün 2-3 faktor əsasdır. Birincisi, sizin nə qədər motivasiyalı olduğunuzdur. Amma sizin nə qədər motivasiyalı olduğunuzdan daha çox sizin nə qədər belə deyim də disiplinli, qətiyyətli olduğunuzdur əsas. Çünki mən adam tanıyıram, gündə 5 səhifə oxuyur, 3 səhifə oxuyur, amma oxuyur, hər gün oxuyur. O adam günə 50 səhifə oxuyur, bir gün oxuyub, bir gün oxumayan məndən %100 daha yaxşı nəticə göstərəcək. Həm imtahanda, həm də gələcəkdə. Arxa plana atılan və məncə deyilməyən, halbuki deyilməyə vacib olan nüanslardan biri qrupunuz. İnsan düşdüyü qrup insanı vəzirdə eləyər, rəzil eləyər. Mən burada vloglar paylaşıram qrup yoldaşlarımla, dostlarımla. Onlarla aram yaxşıdır deyə o demək deyil ki, bizim universitetdə hamının qrupu ilə arası yaxşıdır. Mən yəni qruplar tanıyıram. Cidden biabırçılıqdır da. Yəni yaxşı ki, elə bir qrupda deyiləm. Qrup yoldaşlarıma da buradan salamlar. Nəzərə almalısınız. Yəni məsələn, bu yaxşı qrup hissəsi o gəncliyi çürüdən hissəni biraz örtbasdır eləyir və yaxud da yaxşı müəllim düşmə hissəsi, çünki müəllimlərdən də çox şey asılıdır. O gəncliyi çürütməni biraz örtbasdır eləyir. Amma hər halda qəbul etməlisiniz ki, tibb universitetində il axsatmasanız, universiteti bitirdiyiniz kimi Almaniya və yaxud da TUS-a qəbul olsanız ki, bu mümkünsüzdür. Eləyə bilənlər varsa da halal olsun, hamınıza yəni diktə edirəm uşaqlar. Bakalavriat bitən kimi rezidenturaya başlasanız belə, siz minimum 10 ilinizi gözdən çıxarın. Sizin ən yaxşı halda əlinizə çörək çatacaq. Əlinizə çörək çatacaq nəyəndə? 100-200 manatdan yox. O sizi həkim eləmə motivasiyasına gətirib çıxaran puldan danışıram. Məsələn, ayət 4000-5000 ki, o məncə hələ də 27-28 yaşında sizdə olmayacaq, amma ən azından bir stabil gəliriniz olacaq. Başlayacaqsınız bir 27-28 yaşında. Bunu nəzərə alıb gəlməyinizi sizə tövsiyə edirəm. Çünki mən düşünürəm ki, mənim bir də imtahan vermə şansım olsaydı, tibbi burada oxumazdım, bu bir. Əgər yox, sırf burada oxuyacaqdımsa da tamamilə başqa bir ixtisas oxuyardım. Maliyyə kimi, IT mütəxəssisi kimi. Çünki hə mükəmməl bir ixtisasdır, hə çox prestijli bir ixtisasdır, hə yaxşısansa səni havada qapacaqlar bir ixtisasdır. Amma reallıqdan danışaq, həyata sadəcə bir dəfə gəlirsən və bu stresə, bu yükə dəyərmi, bu artıq sizin xarakterinizdən asılıdır. Bir dənə də belə bir sual var. Sizcə Azərbaycanda tibb universitetində oxumağa dəyərmi? Diplomu xarici ölkələrə çıxışı yoxdur bildiyim qədərilə. Ümumiyyətlə uşaqlar ən çox bilinən onsuz Almaniya və Türkiyədir. Türk diplomlarının da Almaniya çıxışı yoxdur. Orada da bir FSB, bir apro prosesi gedir. Türk diplomlarının Türklərin özünə çıxışı var. Hə, siz tıbb dil və STS vermədən birbaşa TUS verə bilərsiniz. Mənim Türkiyədə oxuyan tanışlarım da var və açıq danışacağım. Onlar da öz vəziyyətlərindən razı deyirlər. Dərs çox çətindir. Hər gün saat 8:30-dan 4-ə qədər siz dərsdə olmalısınız. Yəni düz aşağıdakı kurslarda bir davamiyyət bal vermir, davamiyyət limit prosesi biraz fərqlidir bizdən. Amma yəni limitdəki çox dərs deyil. Bir dərsdən cəmi cümlətanı 4 dəfə dərs edilməyəndə kəsirsiniz. Bu çox çətindir. İmtahan sistemi hər nə qədər, yəni o uşaqları gördükcə ağızlarının üstünə vurasım gəlir. Allahım, siz testlə imtahan verirsiniz. Əzim, gəl sən də testlə imtahan ver. Görüm mənim oxuduğum qədər oxuya biləcəksənmi? Çünki o testlə olan imtahanların klassik sualları da var. Yəni PDF düşən sualları da var. Amma kafedralar var. Farm kimi, patfiz kimi, daxili xəstəliklər kimi. Biz keçən dəfə bir fən verdik. Fən məni məhv elədi. Kalaproktologiya. Hansı? Yoluxucu necə unuda bilərəm? Qrup yoldaşımızdan deyil, yoluxucu kimi. O fənlərin hansı PDF sualı salırsa, hansı illə salırlarsa, yəni siz dünyanın ən bəxtəvəri falan olarsınız da və hamısı krediti yüksək və çox təməl fənlərdir, çox vacib fənlərdir. Yəni onları bir səhər verə bilmişəmsə, deməli dərs oxumuşam da. Başqa şansınız yoxdursa oxumağa dəyər. Çünki o qədər bal yığmısınız, nə edəcəksiniz başqa? 4-cü qrupda da başqa ixtisas yoxdur ki. Yəni tibb oxumaq, inanılmaz bir tibb oxumaq çox çətindir bir suallar. Uşaqlar, tibb oxumaq çətindir, amma kimə görə, nəyə görə? Asandır, amma kimə görə, nəyə görə? Hər il imtahan sistemi dəyişir. Mənim üçün ikinci kursun birinci semestrini oxumaq çox asan idi. Başqa biri üçün çox asan olmaya bilər. Amma 2 dənə
aksiyon var bununla bağlı. Universitetin ən asan kursu 2-ci kursun 1-ci semestridir. Ən çətini də deyərdim ki, 2-ci kursun 2-ci semestridir. Birinci kurs əslində çətin deyil. Həqiqətən deyil. Çünki sadəcə 2-dən tibbi fən keçirsiniz. Sizə ona görə çətin gələcək ki, bu universitetə qəbul olan şagirdlərin 90%-i həm müəllimlər, həm ailə, həm çevrə tərəfindən pohpohlanan və durmadan sən ən yaxşısan, bu qədər savadsan, o qədər savadsan deyilən uşaqlardır və o tip uşaqlarını yığırsınız, hamısını bir yerə qoyursunuz. Nə təsəvvür edin? O prinsipi, hamının indi belə davam edir. 4-cü kursa çatmışıq. Mənim hələ də tanışlarım var ki, sual səndən çox yazsın ya da ortalamada birinci olsun, nələr edir. Yəni çirkinlikləri deyiləcək dərəcədə deyil. Ona görə bu tərəfdən adaptasiyada oxumaq da çətin ola bilər. Amma zaman keçdikcə öyrəşirsiniz, narahat olmayın. Əsas odur ki, nəzəriyyənizi, təməlinizi möhkəm qoyun, sonrası gələcək. Hansı daha çətindir? Universitet yoxsa abituriyent? Uşaqlar, abituriyent universitetə girəndən sonra görürsən ki, icebergin görünən üzüymüş, çətin deyilmiş abituriyent. Prosta biz çox böyüdükmüşük. Neyirdik ki, abituriyentlikdə? Sadəcə bizdən tələb olunan oydu ki, 300-400 dənə testdir, müəllimlərə işlək verməkdə. Yəni bizdən tələb olunan buydu. Bir də kitabları, sinif kitablarını falan oxumaq. Sinif kitabının da biri 250 səhifədir. Yəni 4 dənə, 5 dənə sinif kitabı var. Bunları oxumalısan. Bura gəlirsən, gəlmişdik 1-ci kursun 1-ci günü. 70 səhifə anatomiya vermişdilər bizə. Belə baxırdım. Allaha yalvarırdım ki, ay Allah, mən hara gəlib düşmüşəm. Bir də gəlmişik dərsə, mənim 2 qrup yoldaşım prezidentə davetçisi idi. Qrup yoldaşımın biri ona sümüyünü götürüb elə izah edir ki, elə bir uşaq doğulduğu andan bəri anatomiyasında. Yəni o an dedim ki, çox çətindir. İşıqlandı biraz buralar. O an dedim ki, yəni çox çətindir. Universitet illəri daha ağırdır. Gərək davamlı oxuyasınız. Abituriyentdəki də, səncə universitet daha ağırdır ya, abituriyent deyil. Bir də sayda yatdı və ki, yəni səncə abituriyent ağır idi. Ən azından tibb baxımından deyirəm ki, universitet daha ağır. Özə biz daha abituriyent asan yaşamışıq, çünki Hə, özə bizim abituriyentliğimiz daha asan idi, məktəbə falan getmirdi. Yəni siz məktəbə gedirsinizsə, bu biraz sizi incidə bilər. Buraxılışım yaxşı deyil, 287-də, ay maşallah. Amma blokdan çox qalxıram, əsasda fizikadan. Uşaqlar, mən 24 fizika yazmışdım. Yəni, zibilini çıxartmışdım da. Amma fizika yazıla bilərdi. Mən niyə yaza bilməmişdim? Çünki mənim heç fizikada təməlim yox idi. 10-cu sinifdə mən sadəcə bunu bilirdim. S bərabərdir V vur T, başqa heç nə. Elə indi də sonradan öyrəndiklərimi unutmuşam, bir dənə qalıb yadımda. Amma yəni, deyəcəm, özə blok gələn həftədir. Bir həftəniz qalıb, yazarsınız. Olmasa da ikinci şans var, narahat olmayın. Sonra yuxu rejimini soruşublar. Yuxu rejimim necə idi? Mən həyatımın heç bir dövründə yuxusuna qıtlıq verən o insan olmamışam, o da olmamışam, olmayacam da. Bəlkə TUS-da məcbur. Ən gec 2-də yatırdım, ən tez 8-də dururdum. O saat 5-ə biraz xırda nasazlıqlar olur burada. Hə, o saat 5-ə qədər, 6-ya qədər dərs oxuyan uşaqlar mənə nüfucu kimi gəlir. Ay uşaqlar, elə şey olur. 5-6-ya kimi dərs oxumaqla günü siz qarşılayırsınız. Mən bir ara karantinə saat 5-də dururdum. O saat 9-da kimi oxuyurdum, sonra yuxu nətər basırdısa yatırdım, 1-də dururdum da. Ondan sonra gecə yuxunu yaxşı almaq daha məsləhətlidir. Gecə yuxunuzdan ödün verməyin. Məncə düşünürəm ki, universitetə qədərki sualları bir təhər tutardıq. Yəni, yenə açarıq da belə şeylər. Bir də inanılmaz çox bal sualı gəlir. Uşaqlar, mən 280 bal yığmışdım buraxılışdan, 347 bal yığmışdım blokdan, amma mənim balım 628-dir. Deməli, mən onda 281 bal yığmışam buraxılışdan. Nəsə, elə bir tamlı bir şey yaranmışdı. Blokdan az yığım. Bizim blokumuz çox çətin deyildi. Asan idi, amma buraxılışımız ortaydı. Blokdan az yığmağımın səbəbi, onsuz da qəbul olmuşam beynində idim. Ona görə də oxumadım. Sonra, sizcə bloka 20 gün qalmış təkrarla nəticədə nəsə dəyişiklik eləmək ola bilərmi? Ola bilər. Bəs nə? Mənim bir dənə hazırlıq yoldaşım var idi, Hüseynə buradan salamlar. Həm hazırlıq yoldaşım idi, həm də atamın yanına repetitor, da mən onun yanına hazırlığa gəlirdim.
491 birinci blokda yığdı. İkisinin arasında 25 gün vardı. 591 ikincidə yığdı. O qədər oxudu ki, yəni 100 bal o 100 bal artırdısa, siz də 100 bal artıra bilərsiniz. Yəni holunu dəyişiklik eləmək olar. Sizcə bu artıda bal artımı olacaqmı? Olsa da maksimum nə qədər? 610-dur. 600-dən aşağı düşəcəyinə qətiyyən inanmıram. Maşallah yenə 300 bal yığanlar çoxdur. Bunun 400 yığan hissəsi də olacaq. Div kimi uşaqlar gəlir. Hə. Sağ olun. Hə, div kimi uşaqlar gəlir. Tənəffüsdür, qrup yoldaşlarım dərslər gəlib hissə salam verəcəklər indi sizə. Ha, yazıbsınız ki, hansı ixtisasdasınız? Valla bizdə bir dənə tibb ixtisas. Bu inanılmaz çox sual soruşur. Uşaqlar, mən hələ həkim deyiləm. Sizə qurban olum. Mən hələ nə ginekoloqam, nə cərraham, nə radioloqam. O dəfə biri yazmışdı ki, siz harda işləyirsiniz ginekoloq olaraq? Heç yanda. Harda işləyə bilərəm? Mən hələ tələbəyəm. Bu mifi bir dənə unudun. 6 il oxuyursan, amma sonra işləyirsən. Elə bir şey yoxdur. 6 il oxuyub qutarandan sonra sən heç yanda işləyə bilmirsən. Heç bir tərəfdə işləyə bilmirsən. Bircə dənə acildə işləyə bilərsən. Bir də əvvəl ailə həkimi işləyə bilərdin, da onu da işləyə bilmirsən. Çox əsəbləşdirir bu mövzu məni. Yəni 6 ildən sonra siz heç nəsiniz. Həkim falan deyilsiniz. Mən də hələ heç nəyəm, həkim falan deyiləm. İnşallah hamımız olacağıq. Sonra və mən 4-cü kursam deyə biz fənləri keçirik. Məsələn, urologiya keçirik, ginekologiya keçirik, təcil tibb keçirik. Amma bunun təhsilini almırıq da, yəni tam olaraq ixtisaslaşmış almırıq. Sadəcə bir semestr görürük ki, hamımızın ümumi bir bilgisi olsun o mövzu haqqında. Keçirik tibbi sualları, yəni tibb universitetinə daxil olandan sonraki suallara. Birinci kursdakı ortalamamı soruşmuşsunuz. Mənim indiyənə qədərki ən aşağı ortalamam birinci kursda olub, 85 idi. Ən yuxarı ortalamam da bayaq sizə deməyə, bəs oldu bir semestr, ikinci kursun ikinci semestri. Orada olmuşdu, necə bacardım bilmirəm, yəni bilirəm əslində çox oxuyurdum. 94-98 deyə bir ortalamam var idi. Sonraki illərdə 91-92, 91-92 üstünə çıxmıram. Yəni, düşünürəm ki, mənim üçün yetərlidir. Əgər Almaniya verirsə, daha çox olmalı, daha yaxşıdır. Hələ Amerika verirsə, daha yaxşıdır. Sonra, oxumaqda motivasiyanı soruşmuşsunuz ki, oxumağa necə həvəs yarada bilirik, xüsusilə əzbəri çap olan fənlərdə. Uşaqlar, oxumaqda həvəs yaratmaq bir yerə qədərdir. Yəni, mən durum video paylaşım, siz o videoya baxın, həvəslənin uzağı 1 saat oxuyacaqsınız. Özüm də eyni şəkildə nədənsə həvəslənəndə uzağı 1 saat onu eləyirəm. Məsələn, nəsə adi idman videosu görürüm, həvəslənim, idman eləyirəm, 1 saat eləyirəm. Qətiyyət, məsuliyyət həmişə motivasiyadan daha üstündür, daha vacibdir. Danılmaz bir faktdır. Mənim bir qrup yoldaşım var, indi yanımda oturub. Məsələn, o çox məsuliyyətlidir. Kaş onun kimi məsuliyyətli olsaydı. Məndə məsuliyyət yoxdur. Yox deyəndə necə yoxdur? İstəsəm oxuyaram, istəmirəm. İstəsəm oxuyaram, istəmirəm. 2 həftəyə patris çatarmı rezidenturaya? Bu arada rezidentura balımdan sizə xəbəriniz yox idi. Siz bilmirsiniz, mən rezidenturada neçə yığmışam. Uşaqlar, mən rezidenturaya hazırlaşmamış girdim. Yəni, biraz çox böyüklük elədim orada, ciddən. Çox yekə başlıq elədim, eləməməliymişəm. Dedim ki, bütün qrup yoldaşlarım yox, 2 uşaq hazırlaşmamış girdik. İkimiz də kəsmişik. Qrup yoldaşlarımızın yanvardan bu yana hamısı oxuyurdu da. Day, patanlar, patvizlər, mikroblar, farmlar havada düşür. Mən də bir 45 yığıb, xanım məsuliyyət 45 yığıb. Mən də dedim ki, mən ümumiyyətlə uzun müddət dərs oxuya bilmirəm. Bu yaya oturub inşallah oxuyacam. Mən də dedim ki, bir dənə, onsuz da deyirlər, birinci çətin olur. Bu uşaqlar oxuyur. Birinci çətin olsa bunlar da kəsəcək. Mən də oxumayım kəsib düşüncəsi ilə girdim. Birinci asan oldu. Bunlar keçsin, mən də aldım. Birinci asan, ikinci çətin olacaq. Məcbur oxumalıyam. İkinci çətin olacaq, məcbur oxumalıyam. Necə qaldım? Uşaqlar, məsələn, çox ballan qalmadı da. Keçid 40-dır, mən 36 yığmışdım. 12 sualı apellyasiyalığı idi, yəni mənim xeyrimə idi, 38 olurdu. Mən 2 sualla qaldım. Mən 2 sualla qaldım. Biraz oxusaydım, o 2 sualı polunu yazardım. Çünki məni rezidenturadan saxlayan bilirsiniz nə oldu? Anat histo ikilisi. 20 dərsi aldan 2 dərsim var. Çox çətin idi ikisi də. Amma zarafat bir tərəfə, bu rezidenturanın, mən çox sınaq işləmişdim. Onlarda 51, 43, yəni 40-dan aşağı 2-cə dənə sınaqda edmişdim. Qalanın hamısında 40-ı keçirdim.
Bu imtahanın ən çətin 2 dənə fənni patfiz və biotu idi. Çünki mən sınaqlarda 13 biotudan 9 aşağı biot yazmırdım. 3 ya 4 dənə biot yazmışam. Patfizdə 5-6 dənə yazırdım. 10 sualdan 3 dənə yazmışam. 2 həftəyə patfiz çatmaz, amma məncə 2 həftə qalmış patfiz oxumayın. 2 fənni oxuyub girəcəksinizsə, patan və mikrobdur bu ikisi. Çünki biri 15 sualdır, biri 13 sualdır. İkisini də hərəsini bir səhv yazsanız, elə 26 balınız olmuş olur. Digərlərində bir təhər çıxmış ola bilərsiniz vəziyyətdə. 2 həftə qalıb nə oxuyum deyirsə, biraz morfizə baxa bilərsiniz. Ya da biyota. Amma patfizi mən nə eləmişdim? Heç oxumamışdım. Son gün sadəcə genetik xəstəlikləri əzbər olan tərəflərini oxudum, getdim imtahana. Heç biri düşmədi. Heç biri düşmədi. Siz amma yenə də oxuyun. Bir də məsələn mən patfizdən bəzi bölmələri həm dərs vaxtı oxumuşdum, həm də sentyabrda paylaşırdım onu çoxlu. Oxuyurdum. Məsələn iltihapdır, allergiyadır, alterasiyadır, hüceyrə zədələnməsi, apoptoz falan hamısını oxumuşdum. Onlardan da düşən suallar çox çaşdırıcı idi. İnanılmaz çaşdırıcı idi, yaza bilmədim. Tam olaraq hansı semestr üzünüz güləcək? Bunlar hələ yaxşı günlərinizdir. Getdikcə 2-nin birincisi, sualı yazan bu arada 2-nin birincisini keçib, bundan sonra belə qalxır yəni. Qətiyyən stabilləşmir, qətiyyən azalmır. Biraz da 5-in birincisini deyirlər ki, yaxşıdır. 5-in ikincisi odur. Hə, bizi top biraz imtahan vaxtı çətinə saldı. Amma 4-ün birincisində imtahanlar rahat idi. Çünki təsəvvür edin, noyabrın 22-sidir. Biz topdan çıxıb gəlmişik saat 11-də evə gəlmişik. Səhər saat 3-də bizim imtahandır. Yəni başda və heç nə oxumamışdıq o topda. Hamı tətildə evdə oturub oxumuşdu. Biz heç nə oxumamışdıq. Çox çətin idi bizim üçün. Rezidentura üçün Almaniyaya getmək istəyən tələbə ortalamasına xüsusi diqqət etməlidir. Elə bir şey var? Yoxdur. Davam edirik. Hə. Arzunu bitirdikdən sonra hansı ölkədə təhsil planınız var? Uşaqlar, elə deyirsiniz ki, sanki ölkə seçimimiz çoxdur, nə bilim. Ürək istəyərdi Londonda oxumaq. Maddiyyat ona imkan vermir. Və açığı Londonda oxumaq üçün inanılmaz çox hər tərəfli olmalısınız. Hələ o qədər hər tərəfli deyiləm. Hələ o qədər hər tərəfli deyiləm. Mən Türkiyədə oxumağı planlayıram. Çoxluq da ya Türkiyədə oxuyur, ya Almaniyada oxuyur. Hansı sizə yaxşı və hansı sizə rahat gəlirsə. Alman dilinə 3-cü kursdan başlamaq yetərlidirmi? Məncə 3-cü kursun 2-ci semestri. Bizim Alman dilindən bir professorumuz var. Aysu, nə düşünürsən? Səncə nə vaxtdır? 3-cü kursdan başlasınlar, 3-cü kursun yayı ya da 4-cü kursun yayı praktikaya getsinlər. 3-cü kursun başından başlayacaqsınız. Əgər 3 ilə 4 arası yayda praktikaya getmək istəyirsinizsə. Mən Alman dilindən bir yerə qədər gəlmişəm və bunu demək istəyirəm ki, Alman dilindən əgər inkişaf eləmək istəyirsinizsə, çoxlu danışmalısınız. Bizim universitet ətrafındakı bütün Alman dili kurslarının da problemi odur ki, bir qrupda 20 nəfər var. Yəni 20 nəfər var, dərs saatı da saat yarımdır, uzağı 2 saatdır. O 20 nəfərin hərəsinə 3 dəqiqə düşür. Belə, yəni danışmaqla çox çətin. O da inanılmaz bahadır. Uşaqlar 170-180 manatdır Alman dili. Hədsiz bahadır və hamı gedir. Və mümkündürsə fərdi müəllim tapın. Yəni kursda işləyən müəllim yox, fərdi müəllim tapın. Müəllimlərdən də ki, hamısının, yəni həqiqətən hamısı çox təriflənir və mən onların savadına nəsə deyə biləcək bir səviyyədə deyiləm. Bunu məndən məsləhətləşməyin məncə. Amma yetərlidir 3-cü kursdan Alman dilində başlamaq. TUS-la bağlı hansı kurs daha yaxşıdır? Uşaqlar, TUS kurslarından xəbəriniz varmı bilmirəm. Amma yəni 9.000, 10.000-li söhbət məbləğlərdən söhbət gedir da, yəni. Qrupumuzun ən savadlısı odur. O deyirsə oturub evdə özünüz oxuyun, demək oturub evdə özünüz oxumalısınız. Amma mən belə bir tövsiyə verə bilərəm, Fərdi müəllimlər var. Sırf fənn öyrədən müəllimlər. Məsələn, sırf fənn öyrədir, sırf rezidentura üçün yox, sırf öyrədir. Onların da yanına gedə bilərsiniz. Münasib təbii ki, deyil heç biri. Gərək özünüz oxuyasınız. Çünki çətindir. Səncə yaxşı həkim olmaq üçün 6 il bəs eləyirmi? Uşaqlar, 6 il tibb bacısı olmağa belə bəs eləmir. Nə danışırsınız siz? Durmadan ya oxumalısınız, ya da xəstəxanaya getməlisiniz, işləməlisiniz özünüzdə. Oxumadan da praktikaya gedəndə sizin qəssabdan bir fərqiniz olmur. Bunu da bir dənə bilin. Çünki yoldan keçən, mən bunu həmişə deyirəm, 11-ci sinif uşağını tut, gətir əməliyyatxanaya,
hər şeyi başdan öyrət, alətləri, nə bilim sterilizasiya qanunlarını falan. Bir həftə sonra o assistentlik eləməyə başlaya bilər. Amma assistentlər axı heç nə eləmir. İşin əsasını cərrah verir, qərarı cərrah verir. O çətinlik cərrahın, o yük cərrahın çiynindədir. Məsələn, əməliyyat bitirdi, mən gəlirdim evə, amma mənim yanına getdiyim cərrah dağılırdı xəstənin, pasiyentin yanında. O stres ondadır. Nəsə olsa mənə heç nə olmayacaq. Əsas ona olacaq. Ona görə çox çətindir həkim olmaq. İkinci part olsun. Çünki suallar çoxdur və qalıb. Bu tibbi hissə olsun. Qeyri-tibbi hissəni başqa vaxt çəkərik. Düşünürəm ki, suallarınıza ən azından biraz da olsa cavab tapa bildiniz. Yenə nə sualınız varsa buraya yaza bilərsiniz. Bir dənə sual sataşdıracağım. Bunu da oxuyum sonra sağollaşma edəcəm. Müəllimlər çox qiymət kəsdirmir. Uşaqlar, müəllimlərin qiymət kəsməyi deyəndə bizim ancaq birinci ilimizdə biz müəllimlərə cavab verirdik. Ümumiyyətlə, sistem ölkədə belədir. 50 bal imtahandan yığırsan, bura Ağdabanım Xəzər aid deyil. Qalan universitetlərdə belədir. 50 bal imtahandan yığırsan, 50 bal özün yığırsan. Bəzi universitetlərdə bunun 10% davam etdi. Qalan 40 balında ya midtermi var, ya sərbəst işi var, ya təlifimi var. Belə deyim ki, bizim əvvəl müəllimlər ilk ildə sadəcə şifahi sual cavab edirdi və buna əsasən qiymət yazırdı. Sonra bu qayda aradan götürüldü və biz sadəcə kompüter imtahan verməyə başladıq və hər birimiz sərbəst iş götürməyə başladıq. Bu ilk kurslarda slayd idi, sonraki kurslarda bacarıq imtahanlarına döndü. Bacarıq imtahanı da necədir? Məsələn, göz təzyiqinin ölçülməsi və yaxud da ginekoloji müayinə. Bunu sən maketin üstündə, pasiyentin üstündə göstərsən, müəllim sənə və danışırsan. Müəllim sənə buna əsasən bal yazır. Bizdə qiymət sadəcə budur. Bu da verir 10 bal. Yəni sizin müəllimdən heç bir asıllığınız yoxdur. Sadəcə 10 bal asıllığınız var. Gələn il dəyişəcəklərini deyirlər. Çünki bizim universitetimiz o qədər qərarlarda belə sabit universitetdir ki, 4 ildə universitetdə oxuyuram, hər il başqa cür imtahan vermişəm. Ən azından bu il belədir. Müəllimdən heç bir asıllığınız yoxdur və əgər gündəlik dərsə az-maz cavab verirsinizsə və müəllim o mali müəllim dediyimiz müəllimlərdən deyilsə ki, o da çox nadir olur. Həqiqətən yəni dürüst deyəcəm. Balınızı yazırlar. Yəni çox vaxt sizə heç incitmirlər. Nəysə, video bura qədər idi. İzlədiyiniz üçün təşəkkürlər. Şərhlərdə suallarınız varsa verin, tövsiyələriniz varsa verin. Abunə olsanız, paylaşsanız, like atsanız mənim üçün çox xoş olar və bu mənim üçün motivasiyadır. Mənim də dərsim başlayır. Hiss edirəm ki, müəllim gəlir. Sağ olun, gəlin görüşlər edin.